Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün sizlərə istədim deyəm ki, bir erkək lal ördəyə neçə fərə, yəni lal ördək barabar salsaq, yəni neçə, yəni yumurtaları yaxşı mayalı olmağından ötürü bir erkəyə nə qədər dişi gedir. Bugün bu haqqda sizə məlumat vermək istəmişdim. Məlumatımıza keçmədən qabaq sizlərdən bir balaca xahiş edirəm ki, zəhmət olmasa kanalımıza abunə olub, like atmağı və bildirimləri açmağı unutmayın. Bir də ki, yorum yazarsanızsa sevinərəm. Həm də ki, bilmək istədiyiniz məlumatlar varsa da onu da yaza bilərsiniz. Mən dostlar bu işdə bir 6 ildir ki, yəni 6 ildir ki, lal ördək saxlayıram. Yəni sizə də deyim, çox yaxşı heyvanlardır, mənim də xoşum gəlir. Çox gözəl sortdur. Sizə də saxlamağı tövsiyə edirəm, yəni çox gözəl sortdur, mənim də xoşum gəlir və saxlayıram. Mən bir erkəyə ən çox saxladığım olubdu. O da yəni 2025 ilində, bir il bundan qabaq. O da ki bir erkəyə 5 dişi saxlamışam və çox yaxşı da yəni faydasını görmüşəm. Ən çox yəni 2-cə lax çıxıbdı, ən çoxdan o da. O da ki birində biri qırılmışdı, amma ən çox yəni əslində bir dənə çıxmışdı, biri qırıldı. Onu saymayanda yəni hərəsindən deməyək. Bax, ən birinci yox, o ikisi birdən başladı muhtemel. Bax, o ikisindən birində bizəciyi boş çıxmışdı. Yəni bizəciyi, qalanların hamısı doluydu yəni. Bir erkəyə, yəni lap yaxşı döllülük olmağından ötürü 5 fəriyə kimi gedə bilər. Amma əgər nətər deyim, 2 fərədə də yaxşı olur, 4 fərədə də, amma 6 çox olur yəni. Yəni 6 da ola bilərmi deyirsə, mən yəni o qədər etməmişəm, yəni etmək də o qədər istəmərəm, çünki yəni 6 həddindən də artıq məncə çoxdur. Yəni məncə həddindən də artıq çoxdur. Yəni 6 dənə də olmaz. Amma ola da bilərəm deyirsə, bilmirəm. Vallahi mən heç elə etməmişəm, yalan danışaram. Belə də İndi bunlara da yemlərini verdim, ayırmışam. Bu fərəmiz görək ha vaxt yumurtlayacaq. İndi burada yumurtlayar inşallah. Ya da ki dam var, yəni damları var. Gecə dama salıram da, amma burada yatmırlar. Ya da ki gecə orada, yəni orada yumurtlayar. Çünki çiftləşirlər yəni dostlar. Baxın bu erkəyimizlə. Burayla hələ görməmişəm, amma məncə Krasnodar fəri ilə bir gün çiftləşib, çünki ıslanıb üstü. Yəni, bəlkə simifdir, bilmirəm, amma nə bilim. Belə də. Həm də ki, heyvanlarımızın da biraz görsədim dedim sizə. Bax, belədir bunlar da. Belə, çıxın. Ayırmışam. 8 dişim var idi, 2 erkəyim var idi. Yəni 3 erkəyim var əslində. Biri budur, biri zümrüdü erkəkdir. Biri də ki, Boykanın oğlu. Boykanı var da kəsmişəm, deyim sizlərə də. Bunlardır. Cəmi indi mənim 11 lal ördəyim var. Buradan da ki 11-ni də daha saxlayacağım. Heç birini kəsməyəcəm, etməyəcəm. Boyki niyə kəsdim deyirsiz? Balaları aman vermirdi. Bunlar ona görə də cütləşmirdi, yəni fərələrlə. Yəni fərələrlə ona görə də cütləşmirdi erkəklər. Qorxurdular Boykadan. Boyka vururdu hey. Yəni Boyka vurduğuna görə də ki, cütləşmirdi. Amma Boykayı yəni kəsməmişdim da, damdıydı, seçkiyə salmışdım. Həmən günü yəni Krasnodar başladı fəri ilə cütləşməyə. Yəni çünki aman vermirdi, yəni fərələrə yaxın getməyə zat. Qara erkəyim də cütləşir dostlar. Bir gün cütləşməyə başladı. O da sabah gördüm, yəni məktəbdən gələndə. Amma maalesef yəni hamısı bir arada idi. İndi gətirdim bunları, daha ayırdım. Bir gündən başlamışam ayırmağa. Niyəm deyirsinizsə, maalesef bu erkək icazə vermədi yazığa cütləşməyə. Yəni qoyladı onu. Qorxutdu, elədi. O da ki, maalesef cütləşə bilmədi. İstəyərdim təbii ki də, yəni yaxşıca cütləşsin. Amma olmadı. Gidiyi şeyə bax, bunun. İstəyərdim yəni dostlar cütləşsin, amma maalesef yəni icazə vermədi. Nə deyim? İndi bunlardan da dostlar satışımız olacaq. Qırmızıların bax o fəri ilə bundan çıxanların hamısı damazlığımdır. O ikisindən çıxanları satmayacağım. Bu 3 qaradan çıxan belə qaralar, qara da çıxacaq, qara çıxacaq, bir də Krasnodar. Yəni qaralı ağlı da çıxa bilər, onu deyim sizlərə.
Krasnodar çıxanları bizim burada 10 layirdir. Onları da satacağım. İstəsəm hələ bazarda da aparıb sataram, mən burada satacağım, istəmirəm. Bazarda da onlardır. Nə fərqi var ki, burada satılmır. Amma belə qafqaralar da onlardır, tərtəmiz zümrüdü olanların da, yəni bir günlük onlardır. Bir günlük dediyim də ki, qurumuşu yəni. Bu gün çıxdı, sabah ucu qufquru oldu ki, ha, yemək yeməyə yavaş-yavaş başlayır. Yəni, amma ikinci gün çox adam yemək vermir, amma mən ikinci gündən yedirib satıram. Dıqqıca ağızlarına su içirdirəm, bir də yedirdirəm, satıram və 17 dənə bir, yəni satmışdım. 17 dənə qaralı ağlı, yəni. Həmən bax bu dəqiqə bunların bacı qardaşlarını satmışdım. Yəni təkcə bunlar indi elə yoxdur amma xeyli 17 də bırtığın çıxmışdı, bilənlər bilər, mənim əvvəlki izləyənlərim. Məndə 17 bırtığından 17-dən nə qədər çox bala çıxmışdı. 5 fərəm var idi. 5-i də çıxartmışdı. Yəni biri 16 çıxartdı, biri ondan sonra 10 dənə çıxartdı. Bırtığın çıxartmış yadımda deyil. Yəni amma o ikisi yadımda çıxartmışdılar dostlar. Yəni bir tane indi də istəyir o 17 dənəsini 6 layirdən satdım. Bax belə qaralı ağlısının. Yəni belələrinin. Bunların bacı qardaşlarından da satdım. Hələ daha bunlar 10 bacı qardaş idi. Üstünə də 7 dənə ayrı ördəkdən qoyub 6 layirdən satdım. Yəni elə satdım. İndi 17-si də böyüdü. Yəni bu dəqiqə kəsib yeyiblər xeyli. Bilmirəm indi deyəsən azalıbdı xeyli. Çünki kəsiblərdən 17-si də böyüdü. Yəni ondan sonra 6 alan oldu. Ondan sonra az alanlar oldu. Yəni satdım mən belə. Bunlar da göz damazdığım. Bunlardan da görək ha vaxt başlayacaqlar yumurtlamağa. Martda da başlasın, mənə fərqi yoxdur. Hələ apreldə də olar, mənim üçün fərqi yoxdur. Aprelə kimi mən gözləyəcəm. Yəni aprel hələ çox var vaxtları. İnşallah yumurtlayarlar, nə deyim. Yaxşıdır, ha vaxt istəsələr ürəkləri yumurtlayacaqlar. Onlara qarışmaq olmaz. Gərək özlərinin ha vaxtı o vaxt yumurtlayacaqlar. Jirləniblər. 8 aylıqdılar dostlar. Fərələr də 8 aylıqdır. Erkəyim də. Fərələrin də ki dostlar biri 2 kilodur. Yəni 2 kilo belə 2 kilo 100 zatdır. Yəni 100 qram. Maşallah ətdənifdir fərələrim də. Belə iridirlər. Yəni yaxşıdır. Erkəyim də ki 5 kilo yarım maşallah olsun. İri erkəkdir. Yəni o da iridir. Baxın belə. Videomu da 10 dəqiqəlik eləyib bağlayacağım. Qar da hələ də əriməyibdir. Yəni neçə gündür yəni yağıbdır. Çox hündürlüydü amma alçalıb. Yəni gedə-gedə yox olur qar. Bilinir. Yəni çox hündürlüydü. Bax bu cıqılıqda qalıb. Əvvəldən burama kimi idi. İndi qalmayıb o qədər maalesef. Bir yandan da yaxşı oldu, adam yeriyə bilmirdi. Nə məktəbə gedə bilirdi, nə də bir şey. Dostlar bu arada bir söz dedim ola ki video başladığında abone olun dedim. Həm də ki İstədiyiniz məlumatları yaza bilərsiniz. Yəni hansı məlumatları deyim. Həm də ki buraya qədər izləyibsinizsə deyin. O bir ördəklərin də videosunu çəkinmi, yoxsa hey videolarda bu ördəklərimi çəkim? Yəni o bir ördəkləri də çəkinmi? Həmən o var ha qara zümrüd erkəklə 4 dənə fərə bozmacar, bir də ki 3 dənə də ikisi qaralaqlı, bir də qafqara bir fərə. Onların da videosunu çəkim yoxsa yox? Yazarsınız bu arada. Burada biraz çoxdur qar dostlar. Yəni biraz burada çoxdur. Odura bax biri görünür, bilmirəm, bax fikir verərsiniz, görərsiniz. Bir dənə fərə görünür. Görüm cütləşib edirlərmi? Yox. Oduralar. Və qanırdadılar. Belə dana öyrəşəcəklər bir-birlərinə. İndi mən buraya gəldim deyə yuxarı gedirlər. Heç olmaz. Elə bilir yem var qabda. Ona bax. Baxdı yox da indi geri gedəcək. Ay bu krasnodar nə az göz şeydə yeyir. Tapdığını yeyir.
Ən qara fərəm dostlar, baxın o deyil. Ondan qarası var. Onu zümrüd erkəyin yanına buraxmışam. Qoy zümrüdü cütləşsin ondan. Yəni o tərt binəli qarı erkəklə. Binəli qara fəri ilə zümrüdü cütləşsə, yəni yaxşı balalar çıxacaq. Zümrüdü deyəndə o da, yəni erkəyimin də gözünün qırağında ağlıqlar var. O da ki qara erkək deyirəm, yəni. Amma zümrüdü məncə çıxacaq xeyli. Bir 10 dənə çıxart, Allah qoysa da, inşallah deyirəm. 10 dənə mutlasa, 10 dənədən heç olmasa, yəni bəlkə dəqiq deyəmirəm, bəlkə heç çıxmaya da bilər zümrüdü. Hamısı bəlkə gözünün orasında ağılı çıxa bilər. Heç olmasa 2-3 dənə də 4 dənə zat zümrüdü məncə çıxacaq. Amma məncə, yəni dəqiq deyəmirəm. Allah nə nəsib etsə o olacaq. Belə dostlar, sağ olun, salamat qalın. Gələn videolarda görüşmək ümidiylə. Mən də ki istəyirəm ki hər gün video atam, amma alınmır dostlar. Dostlar aralı gedim ördəklər cütləşsin. Yaxşı, belə dostlar çəkmirəm, yəni ya da ki eləcə çəkirəm dostlar. Eləcə o da. Baxmaq istəyənlər baxsın. Yaxşı, belə dostlar, sağ olun, salamat qalın.